Çətin oyun keçdi. Rəqib yaxşı komandadır. Müdafiədə çox yaxşı oynayırlar. Ona görə belə komanda ilə oynamaq 2 qat ağır olur. Çalışmışdır bu komandaya qarşı oynamağı. İstədiyimizə nail oldu. Uşaqları təbrik edirəm. Çox yaxşı oyun göstərdi. Yenə bütün xalqımızı təbrik edirəm. Çox sağ olsunlar, əziyyət çəkib dəstək oldular bizə. Yəni, bu bizim komandaya çox yaxşı tərəfdən motivasiya elədi komandanı. İstəyirəm ki, gələn oyuna daha da yaxşı dəstək olsunlar komanda. Rəqib dünya çempionu Rumunlar oldu. Necə qiymətləndirmək şansları? Sizcə, yəni dünya çempionu olmaları milli komandamıza çəkinməyə əsas verirmi? Yox, deməzdim əsas verir, amma dünya çempionlarına qarşı oynayacağıq. Şanslar 50-50 fikirləşirəm. İnşallah ki, daha yaxşı oyun bizi gözləyir.